Salam, növbəti dərsimiz İngiltərənin müstəmləkə siyasəti olacaqdır. Bildiyimiz üzrə dünyadakı müstəmləkə siyasəti 15-17-ci əsrlərdə böyük coğrafi kəşflər zamanı başlamışdır. Həmçinin də Avropa dövlətlərinin, xüsusilə İngiltərənin də o zamandan bəri dünyada aktiv şəkildə yürütdüyü bir müstəmləkə, yəni işğal rejimi vardır. 15-17-ci əsrlərdə İngiltərə müstəmləkə rejimi başladığı dövrdə əsasən ümumi dünyada rəqabət apardığı dövlətlər İspaniya, Portuqaliya, Fransa, həmçinin də Hollandiya idir. Ardınca artıq 16-cı əsrin ikinci yarısından etibarən İngiltərə İspaniya ilə aktiv şəkildə dənizlərdə mübarizə apardı. Xüsusilə bu, İngiltərə idarə edən sülalə Tudorların dövründə və Tudorlar sülaləsinin ən qüdrətli hökmdarı olan Yelizavettanın dövründə baş vermişdir. Bildiyimiz kimi, İngilis kraliçası Yelizavettanın əmri üzərinə İspan gəmiləri Amerikaya gedən zaman onlar qarət olunurdu. Nəticədə İspaniya donanması İngiltərəyə hücum etdi və 1588-ci ildə La-Manş dəniz döyüşündə İspaniya ilə İngiltərə arasında dəniz döyüşü oldu və İngilis donanması İspaniyanın məşhur məğlub edilməz armadasına qalib gəldi və bundan sonra dənizlərdə üstünlük yavaş-yavaş İngiltərənin əlinə keçməyə başlamışdı. Həmçinin 16-cı əsrdə və 17-ci əsrdə İngiltərə düşmənlərinə qarşı həm hərbi, həm də ki, iqtisadi tədbirlər görmüşdü və iqtisadi tədbirlər isə proteksionizm, yəni Avropa dövlətlərinin, xüsusilə İngiltərənin rəqabət apardığı İspaniya, Fransa, Hollandiya və Portuqaliya məhsullarını məhdudlaşdırıldı almaqda. Ardınca 17-ci əsrdə İngiltərə müstəmləkə uğrunda mübarizə aparır Portuqaliya ilə və həmçinin də Hollandiya ilə. Portuqaliya ilə mübarizədə o Səfəvilərə, Azərbaycan Səfəvi dövlətinə yardım edir. 1621-ci ildə İngiltərə ilə Azərbaycan Səfəvi dövləti arasında dostluq müqaviləsi imzalanır və ingilislərin yardımı ilə 1622-ci ildə Səfəvilər dövləti Şah I Abbasın zamanında Portuqalları Hörmüzdən, İran körfəzindən qovub çıxarmağa nail olur. Ardınca İngiltərə dövləti Respublika illərində 1649-53-cü illərdə bu dövrdə dənizlərdə Portuqaliya və Hollandiya məğlub edilir. Həmçinin 1649-cu ildə İngiltərə İrlandiyanı işğal etməyə müvəffəq olur. Ardınca isə 1707-ci ildə İrlandiya və İngiltərə və Şotlandiya ittifaq bağlayaraq artıq bundan sonra İngiltərə Böyük Britaniya adlanmağa başlanır. 1707-ci ildən etibarən. 1756-1763-cü illərdə 18-ci əsrdə, xüsusilə bu 7 illik müharibə dönəmindəki var, 1756-1763-cü illərdə Böyük Britaniyanın əsas düşməni Fransa oldu və Böyük Britaniya Fransaya dənizdə və quruda qalib gəldi. Nəticədə müstəmləkələrini genişləndirdi. O, Fransanın əlindən Hindistanın şimalında olan Benqali ərazisini, həmçinin Amerikanın şimalında olan Kanadanı qoparmağa müvəffəq olur. Nəticədə müstəmləkələrindən İngiltərə çoxlu var dövlət, qənimət, xam mal axışır ki, bu da İngiltərəni siyasi sənaye olaraq da gücləndirir, super qüvvə halına gətirir. Lakin 18-ci yarısında İngiltərə bir müstəmləkəsini itirir. Söhbət gedir Amerikadan. 1775-1783-cü illərdə Amerika Birləşmiş Ştatları ABŞ ilə Böyük Britaniya arasında istiqlal müharibəsi olur və ABŞ qalib gəlir, İngiltərə məğlub olur. Nəticədə Amerikanın şimalını, Kanada istisna olmaqla itirmiş olur. Davamında 1814-1815-ci illərdə Avstriyanın paytaxtı Viyana şəhərində Viyana konfransı olur. Nəticədə İngiltərə bu konfransda Afrikanın cənubu, həmçinin Ceylon adasını və Aralıq dənizində yerləşən Malta adasına yiyələnmiş olur 1814-15-ci illərdə. 1840-42-ci ildə və həmçinin 1856-60-cı illərdə Böyük Britaniya Çini tirək müharibələrinin nəticəsində udduqdan sonra Çini yarım asılı hala salmağa müvəffəq olur. Həmçinin qeyd etməliyəm ki, 1853-1856-cı illərdə Rusiya Osmanlı müharibəsi zamanı İngiltərə aktiv şəkildə, Böyük Britaniya aktiv şəkildə Osmanlıya yardım edir. Səbəbi isə Rusiyanın Balkanlarda və yaxın şərqdə möhkəmlənməsini istəmirdi. Həmçinin qeyd etməliyik ki, 19-cu ikinci yarısında 1856-cı ildə Böyük Britaniya Hindistanın işğalını baş çatdırır və ardınca 1858-ci ildə Hindistanın şimalında mövcudluğunu sürdürən sonuncu dövlət olan Moğol dövlətinin də varlığına son qoymuş olur və 1876-cı ildə isə o zamanki Böyük Britaniya kraliçası
Viktoriya özünü Hindistan kraliçası elan edir və 1867-ci ildə Böyük Britaniya ilk olaraq Kanadaya, yəni ilk olaraq müstəmləkəsi olan Kanadaya dominion, yəni daxili idarə etmə hüququ verir Kanadaya ilk olaraq 1867-ci ildə. 19-cu əsrin ikinci yarısında həmçinin Böyük Britaniya aktiv şəkildə Hindistan sərhədlərini qorumaq üçün Əfqanistanın işğalına başlayır, lakin bu tam olaraq reallaşmır, çünki Əfqanistanı tutmağa müvəffəq ola bilmir. Ümumiyyətlə 19-cu əsr boyunca İngiltərə Afrikada və yaxın şərq bölgəsində, xüsusilə Balkanlarda müstəmləkə olma mübarizə aparmışdır. Afrikada və okeanlarda onun əsas rəqabət apardığı dövlət Fransa, yaxın şərqdə və Balkanda isə apardığı dövlət Rusiya imperiyası olmuşdur. Onu da qeyd etməliyəm ki, 1882-ci ildə İngiltərə əməliyyatlar nəticəsində Misri Osmanlıdan qoparmağa müvəffəq olur. 1899-1902-ci illərdə Böyük Britaniya Cənubi Afrikanın işğalını baş çatdırmaq üçün vaxtilə Avropadan Cənubi Afrikaya gətirilən xalqlar, bunlara bur deyirdilər. Burlarla müharibəyə başladı. Bu adlanan İngilis Bur müharibəsi 1899-1902-ci illərdə. Nəticə etibarilə Böyük Britaniya qalib gəlir və Cənubi Afrikanın işğalını yenir, baş çatdırmış olur. Və ikinci olaraq isə 1910-cu ildə Cənubi Afrikaya dominion, yəni idarə etmə hüququ vermiş olur. Böyük Britaniyanın müstəmləkələrini genişləndirmək məqsədi onu 1914-1918-ci illərdə Birinci Dünya müharibəsinin iştirakına şərait yaradır. Və bu müharibənin gedişatında Şərq cəbhəsində Osmanlı qovulur 1917-18-ci illərdə və Böyük Britaniya əsasən Fələstin və Iraqı yiyələnmiş olur. Bu müharibənin gedişatında biz azərbaycan tarixini bilirik ki, 1918-ci ildə Böyük Britaniya ordusu Cənubi Azərbaycana və Şimali Azərbaycana gəlməyə müvəffəq olur. Və birinci müharibə nəticəsində İngiltərə Osmanlının müstəmləkələri olan İraq və Fələstin bölgəsinə yiyələnmiş olur. 1945-ci ildə isə, çünki İkinci müharibəsindən Böyük Britaniya iqtisadi olaraq zəif çıxır müharibədən və müstəmləkə siyasəti dağılır yavaş-yavaş. Domino daşları kimi Böyük Britaniya müstəmləkələri ondan qopur və müstəqilliklərini elan edirlər. 1945-ci ildə Böyük Britaniya Hindistana dominion hüququ, yəni daxili idarə etmə hüququ verir. 1947-ci ildə isə tamamilə Hindistana müstəqillik vermiş olur.